Allah'ın isimlərinin olduğunu mütləq ki azdan çoxdan eşitmişik. Hər bir isim ayrı-ayrılıqda üzərində durub düşünüləcək qədər dərin və dəyərlidir. Hətta diqqət eləsək, bütün Allahın isimləri öz dairəsində Allahın varlığını dəfələrlə isbat eləyəcək qədər geniş mənalıdır. Ağlımızda belə bir sual yarana bilər ki, bəs mən sadəcə Allahın isimlərini, yəni Əsma-i Hüsnanı bilməklə Allahın varlığını necə isbat edə bilərəm? Məsələn, örnək olaraq Quddus ismi. Mənasını qısa olaraq desək, yaratdıqlarını həm maddi, həm mənəvi bütün kirlərdən təmizləyən, qüsurlardan, nöqsanlardan uzaq olan deməkdir. Gəlin Quddus isminin yaşadığımız bu kainata olan təcəllisinə baxaq. Bu kainat və bu kürəyi arz daim işlər böyük bir fabrika və hər vaxt dolar boşalır bir xan, bir misafirxanədir. Baxın, olduğumuz bu kainata baxası olsaq, sanki böyük, daim işləyən, qüsursuz bir fabrikin içindəyik. Bir tərəfə baxırıq, toxumlar ağac olur. Başqa bir yönə baxırıq, buludlardan su gətirilir. Daha da baxmağa davam edirik. Heyvanlar, həşəratlar sistemli şəkildə öz işlərini görürlər. Qarışqalar özündən ağır yüklər daşıyırlar. Arılar, quşlar damda bazada yuva qururlar. Küləklər bitkiləri, ağacları tozlandırırlar. Yerdən, torpaqdan sənətli güllər, çiçəklər bitirilir və bunun kimi saysız örnək. Halbuki belə işləyən fabrikalar, xanlar və misafirxanələr müzəxrəfatla, enkazlarla, süprüntülərlə çox kirlənirlər, bulaşıq olurlar və üfunətli maddələr hər tərəfində təraküm edirlər. Bizim indiyənə kimi gördüyümüz o olub ki, bu cür böyük işlək vəziyyətdə olan fabriklər əgər davamlı şəkildə təmizlənməsə, dağınıq hər şey bir-birinin üstünə yığılmış vəziyyətdə olur. Halbuki bu fabrikayı kainat və misafirxanəyə arz o dərəcə pak, təmiz və nazifdir və o qədər kirsiz və bulaşıqsızdır və üfunətsizdir ki, bir lüzumsuz şey və bir mənfəətsiz maddə və təsadüfi bir kir bulunmaz. Zahiri bulunsa da çabuk bir istihalə maşinisinə atılar, təmizlənər. Bizim bu böyük fabrika bənzəyin yaşadığımız kainata baxası olsaq, içində heyvanlar ölür, cəsəd ortalıqda qalır. Meyvələr ağaclardan dağınıq halda tökülüb çürüyürlər. Ağacların yarpaqları hara gəldi dağılır. Heyvanlar, həşəratlar ora-bura qaçır. Ağaclar yaşlanıb qırılır və s. Bunun kimi minlərlə hadisə baş verir. Halbuki bu cür hadisələr baş verən yerlər mümkün deyil ki, dağınıq olmasın. Adicə 1-2 gün otağımıza baxmasa, paltarlar, əşyalar üst-üstə yığılır, hər yer tozlanır, kirlənir. İndi məsələn meşələrə, okeanlara, göy üzünə baxaq. Şübhəsiz tərtəmiz olduğuna şahid olacağıq. İnsan ələ dəyməyən hər yer sanki bilərəkdən biri tərəfindən yığışdırılıb təmiz saxlanılır. Baxırsan ki, heyvanlar ölür, yerindəcə başqa heyvanlar, həşəratlar, quşlar cəsədi aradan qaldırıb təmizləyir. Və ya meyvələr, yarpaqlar dağılmış vəziyyətdə yerə tökülür, çürüyür, ardınca yağış yağır, torpağa qarışır, təmizlənir. Heyvanların yediyi qidalar belə heç yeri kirlətmədən tam tərsinə torpağa gübrə olur. Hər səhər şey çökür, bütün otlar, yarpaqlar, çiçəklər yuyulub təmizlənmiş kimi yaş olur. Və ya göy üzünə baxsaq, nə bir çatlaq, nə də bir kiri görünür. Yəni istər-istəməz insan sorğuluyur ki, bütün bu kainat necə təmiz qala bilər? Kim təmizləyir bu qədər ərazini? Yoxsa şüursuz ağaclar, heyvanlar, quşlar, daşlar nə vaxtsa öz aralarında danışıblar ki, necə sistem quraq ki, hər yer təmiz qalsın deyə düşünürük. Heç məntiqi olan insan belə düşünə bilər? Şuurlu bir insan istər-istəməz bu hadisələri görəndə düşünər ki, biz heç öz otağımızı güclə yığışdırırıq. Bu qədər böyük kainatı tərtəmiz saxlayan kimdir? Kimdirsə bütün kainatın sahibi olmalıdır. Çünki hər şey bir-biri ilə iç-içə əlaqəli bir şəkildə bir-birinə təmizlədilir. Ancaq bütün bu kainatın, hər şeyin sahibi olan Allah bu sistemi qura bilər.